Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn ve sallallahu ala seyyidina Muhammed. Allahümme salli ala Muhammed ve alihi tayyibinət tahirinəl məsumin. Selamun aleykum və rahmetullah. Bəhsimiz qardaşların xahişi ilə məzhəb barəsində, məzhəblər arasında ayrılıqlar ki var bəzi fiqhi hökmlərdə bu barədə olacaq. İlk növbədə bunu xatırladırıq, bundan qabaqda xatırlatmışıq. Bəzi məsələlər ki var, İslam məzhəblərinin arasında fərqli əməl olunur, namazda, yaxud da ki, qeyri-namazda, ibadətlərdə. Bunlar heç biri bizi bir-birimizə düşmən etməməli, bir-birimizə təkfirçilik, bir-birimizə təkfir etməməli, pis-pis nisbətləri verməməli. Amma bütün İslam dünyasında qəbul olunmuş bir qayda qanun var. Elmi məsələləri həmişə açıq qoymaq lazımdır. Qoy insanlar ki, maraqlanırlar kimin necə namaz qılmaq formasını, kimin hansı fikrə gəlməsini, bunu heç kəsə qadağan etmək olmaz. Əxlaq, ədəb, ərkan, elmlə. Peyğəmbərə də Allah əmr verir ki, Quran-ı Kərimdə sən müşriklərlə, müxaliflərlə, elmi dildə, gözəl cümlələrlə, şirin dillə, ədəblə rəftar elə. Bizim də bəhsimiz çalışacaq elə bu istiqamətdə geçsin. Birinci bəhsimiz möhürlə səcdə barəsindədir. Sadə dillə desək möhür, amma elmi dillə desək torpağa səcdə barəsində. İslam dünyasında torpağa səcdə barəsində yekdil fikir yoxdur. Mövzu bundan ibarətdir ki, hamısının sözü budur ki, Quran-ı Kərim buyurur, Allaha səcdə etməliyik. Allaha səcdə etmək nə vasitəsilə olur? Bunda ixtilaf var. Əhl-i sünnə qardaşlarımız alınlarını torpaqdan əlavə xalçaya, palaza və başqa şeylərə, geyimlərə də icazə verirlər ki, səcdə olunsun. Amma bizim əqidəmiz, yəni Əhl-i Beyt inancına əsasən əleyhissalam, insan torpağa, daşa və torpaqdan çıxan hansı yeyilməli, geyilməli olmayan şeylərə səcdə olunmalıdır. Amma bu xalçalara dünya malını olmaz. Hikməti nədir? Fəlsəfəsi nədir? Bunu inşallah gələn bəhslərimizdə açıqlayacağıq. Bəhsi birinci başlayırıq Quran-ı Kərimdən. Bizim birinci kitabımız, müqəddəs kitabımız Qurandır. Və Quran-ı Kərimin özündə ümumi əmr var. Namaz qılın, bir də bəzi ayələrdə var, səcdə edin. Necə səcdə edin? Səcdədə necə qalın formasını Quran bizə açıq-aşkar demir. Səcdəni edin, filan şeyə edini açıq-aşkar demir. Amma alimlər, hətta əhl-i sünnə qardaşlarımızdan Quran-ı Kərimdən bir ayəni vurğulayıblar ki, mən bu günləri o ayəni sizin diqqətinizə çatdırıram. Bismillahirrahmanirrahim. Fəth surəsinin 29-cu ayəsi. Allah Teala Fəth surəsində bu ayədə Peyğəmbərin özünün Peyğəmbər olduğunu, elçi göndərilini deyir. Ətrafında olanların, insanların xüsusiyyətini belə açıqlayır. Peyğəmbər özü Allahın elçisidir. Ətrafında olan insanları bir-birlərinə mehriban, düşmənə qarşı sərtdirlər. Onların sifətləri nədir? Əlamətləri nədir? Bir neçə əlamət deyir. O cümlədən bu əlamət ki, deyilir bizim bəhsimizə aiddir. Onların nişanəsi, kim Peyğəmbərin, sahabələrinin, ətrafının nişanəsini tanımaq istəyir? Budur. Səcdə nəticəsində üzərində görünür. Üzlərində görünür, üzr istəyirəm. Onların nişanəsi səcdə nəticəsində üzlərində görünür. Birinci, nəticəsində, ərəbcəsi belədir. Simahum fi vucuhihim min əsəri sucud. Əsər həmin Azərbaycanda işlənir. Bu şey əsər qoyur, öz təsirini qoyur. Azərbaycan dilərə təsir kəlməsi, bu ərəb kəlməsidir. Peyğəmbərin yanında olanlar, deməli səcdəyə gedəndə onların alnında nə olurdu? İz qalırdı, əsər qoyurdu. Bu Quran ayəsində. Səcdəni çatdıranda belə deyir. Alında nə qalırmış? Əsər qalırmış, nişanə qalırmış. Bu bir. İkincisi, bu ayənin özünün əhl-i sünnət qardaşlarımızdan da Əl-Kəşşaf Zəməxşəri özünün təfsir kitabında gətirmişəm, üstünə çox qalmaq istəmirəm. O cümlədən Qurtubi Camiül Əhkamül Quran kitabında özləri bu ayənin təfsirində vurğuluyurlar Əkrəmədən, o cümlədən də bəzi sahabələrdən ki, onlar namaz qılanda alınlarını hara qoyurdular? Torpağa qoyurdular. Alınlarında səcdə yeri. Başqa təfsirlərdə var, cavabını verəcək. Bu əhl-i sünnə qardaşlarının öz etirafıdır. Bu bir. Bu ayənin təfsirində etiraf ediblər ki, alınlarından olurdu? Səcdə izi qalırdı.
və torpaqdan qalırdı və torpağa səcdə barəsində hədisi deyir. Hətta Qurtubi, Əhlüsünnə alimidir, həmin kitabında cümləsi, hədisi belədir ki, Peyğəmbəri Ramazan ayının 21-də məsciddə etiqaf edən halda gördük, Peyğəmbərin alnında torpağın və suyun izi qalmışdı. Yağış yağıb, Peyğəmbər gedib səcdəyə, Peyğəmbərin alnında nəyin izi qalıb? Torpağın. Bu ayənin təfsirində əhl-i-sünnət qardaşlarımız da bu barədə bizə bunları deyiblər. Amma burada bir neçə mövzu var. Bəziləri deyirlər ki, bu ayə qiyamətə bağlıdır. Cavab. Bu ayənin qiyamətə bağlı olmağı birinci budur ki, çox az ehtimal verilir. Niyə? Ona görə ki, ayənin əvvəlin ki, yazmamışam, ayədə belə deyilir. Peyğəmbər Allahın elçisidir. Elçilik harada söhbət olur həmişə? Dünyada idi. Peyğəmbərin qiyamətdə elçiliyi daha bitib. Kim qəbul etməsə qiyamətdə cavab verəcək. Elçilik söhbəti haradadır? Dünyadadır. 2. Bu ayənin özündə Peyğəmbərin ətrafının dünyada olan sifətlərini deyirlər. Düşmənə qarşı sərt, dosta qarşı mehribandılar. Bəs necə o? Bu qiyamət qiyamətdə ehtiyac yoxdur. Bir nəfər burada düşmənə qarşı sərt, dosta mehriban olmalıdır. O dünyada daha o sərtli mehribançılığın heç bir faydası yoxdur. Gərək harda eləyədin? Dünyada eləyədin ki, nəticəni harda alaydın? Ahirətdə alaydın. Bu 2. Ayə dünyaya bağlıdır. 3. O cümlədən də bu ayənin və surənin özünün də nazil olmasının səbəbi, ümumi ayələri bundan qabaq Allah bəzi ayələrdə fəth etdir ki, bütün dünyaya bu dini qalib elətdirəcək. Deməli, söhbət dünyadan gedir. Qiyamətdən getmir. O cümlədən qiyamətdə varımızdır ki, insanlar hərəsi öz hayında olacaq. Daha orada ehtiyac yoxdur kimsə düşmənə qarşı sərt mövqe tutsun. O bura lazım idi. O cümlədən də bu ayənin haşiyəsində hədislər var bizə kömək edir ki, Peyğəmbərin sahabələri səcdə eləyədilər nəyə? Torpağa. O barədə danışacağıq. Bu da bir məsələ. Və o cümlədən də axırıncı bəhsimiz budur ki, biz sonda deyə bilərik, ayə həm dünyaya aiddir, həm də axirətə aiddir. Kim bu dünyada Allah üçün səcdə edibsə, o dünyada da onun alnından səcdə əlaməti, nişanəsi görsənəcək. Burada bir çətinlik var. Dünyada səcdə etmişdir, nişanəsi olub. Ahirətdə də Allah o neməti, nişanı ona verib. Yenə də bizim dediyimiz heç də mənfi, yəni sözümüzü geriyə götürmürük. Axırıncı bir mövzu var burada. Deyirlər ki, ola bilər ki, bu palaza da deyirlər. Adam xalçaya da başını qoysa, nə ola bilər? Alnı, iz qoya bilər. Cavabımız budur. 1. Əhl-i-sünnə alimləri özləri bu ayənin təfsirində deyirlər ki, palaz söhbəti yoxdur. Nə söhbəti var? Torpaq söhbəti. 2. Qardaşlar, gəlin açıq danışaq. Peyğəmbərin dövründə hələ heç möhürlər də bugünkü formaya düşməmiş. Torpaq idi, hamısı bunu etiraf edir. Adam başını torpağa qoysa bir dəfəyə, onun əsəri qalır. Yoxsa adam bir dəfə ilə başını yumuşaq xalçaya qoysa əsər qalır. Torpağa. Bax, siz gedin torpağa. Çünki indiki formadakı su qatıldı, möhür formasına salındı. Bunun bəhsini eləyəcək. Torpaqdır. İnsan torpağa bir dəfə getsin, qalxsın. Orada iz qalır. Yoxsa yumuşaq xalçaya bir dəfə getsin, qalxsın. Yox, əgər bəli özün sıxarsa, ardıcıllıq eləyərsə, bunu biz qəbul edirik. Quran da bizə ardıcıllığı demir. Bir dəfə, iki dəfə demir. Bu qardaş səcdəyə getsə, səhabə səcdəyə getsə nə olur? Əsər qalır. Bu ki, xalçada olmaz. İkincisi, bu xalça söhbətin özündə söhbət buna heç təsir qoymaq, sıxmaq söhbəti getmir. Alnığı torpağa sıxmasan da iz qala bilər. Amma xalçaya gərək alnığı sıxasan, sıxdın da niyyətin napaş ola bilər. Necə ki, Zəməxşərinin özü Əl-Kəşşaf təfsirində deyir ki, amma kimsə deyə bilər, Peyğəmbər deyib ki, alnınızı riz eləməyin, alnınızda iz qoymayın bu hədislərə. Ondan məqsəd odur ki, bir nəfər riya qəsdi ilə qoy baxanda bilsinlər ki, mən namaz qılanam, çox səcdə qalanam, gecə namaz qılanam, belə deyək, alnın sıxır hara? Yerə. Qəsdi başqadır. Bu da həmin hətta Zəməxşərin öz etirafıdır. Son, deyirlər ki, bu ayə mütləqdir, umumidir. Deməyib ki, onların nişanəsi səcdə nəticə üzlərində görünür. Torpağa, xalçaya, deyirik umumidir, lap əla. Heç olmasa siz də onda qəbul edin ki, necə siz xalçaya eləyirsiniz, bizə də icazə verin, biz də torpağa eləyək. Ədalətlə danışaq. Mən torpağa eləyirəm, iz qalır, sən də xalça eləyirsən, iz qalır. Onda məni günahlandırma, mən başımı torpağa qoyanda ki, sənin səcdən batildir.
Aydın oldu qardaşlar. Bu da bizim bununla bağlı bəhsimizdir ki, yenə də amma hədislər ki var, indi mən nəql edəcəm, o hədislər bizə çatdırır ki, bu ayənin təfsirindən əlavə Peyğəmbərimizin ətrafında olan insanlara alının, torpağa qoyurlar. Torpağın izi qala bilər. Elə bir dəfədə də. Xalçanın izi qala bilməz. Amma ikinci mövzumuz budur ki, Qur'an-ı Kərimdən əlavə Peyğəmbərin də kəlamında varmı Peyğəmbər desin ki, torpağa səcdə edin? Bəli. Peyğəmbərimiz buyurur, yer mənim üçün səzdəgah və pak edici qərar verildi. Hədisin izahı. Peyğəmbər buyurur ki, Allah Taala torpağı, yeri mənim üçün iki şey qərar verir. Bir, ona səcdə eləyim. İki, pak edici. Nəyin pak edicisidir? Bilirsiniz, bütün İslam dünyası qəbul edir. Quranda da aya varımızdır. Su tapmadığınız zaman ya bədəninizə ziyan olanda gedib təyəmmüm edilir. Boynumuzda olan o qusul yaxud da dəstəmaz götürülür. Pak edici. Torpaq həm də nədir? Pak edicidir. Təyəmmüm. İndi siz baxın. Əvvəl bu hədisin mənbəyin deyim. Əl-Kutubus Sittə Səudi Ərəbistanın çapıdır. Səhih Buxari, Səhih Müslim, Sünən Əbu Davud, Camud Tirmizi, Sünən Nəsai, Sünən İbn Macə. Bunun özündə bu hədis Peyğəmbərdən var. Peyğəmbərimizin özü belə buyurub. Cu'ilət liyəl ərdu məscidən və tahura. Bu kitabdan 29-cu səhifə, hədis 335. Peyğəmbər deyir, mənim üçün yer səcdəgah qərar verdi və pak edici. Sonra kim istəsə baxa bilər. Müslimdə də var, Buxarıda da var, Nəsaidə də var. Başqa mənbələrdə də var. Hətta İbn-i Teymiyyə Vəhhabilərin çox qəbul etdiyi özünün İqtizâ'us Sıratul Müstəqim kitabında da bu hədisi nəql edib. Yaxşı. Bəzilər deyirlər ki, bu hədisin özü düzdür, var. Amma məqsəd başqa şeydir. Bir, Peyğəmbər ki deyib, yer mənim üçün səzdəgah qərar verdi. Bunu demək istəyir ki, xüsusi bir yer yoxdur orada namaz qılasan. Harada istəyirsən, elə orada da Allahla rabitə qur, namaz qıl. Amma xristiyanlar, yəhudlər deyirmişlər ki, hər yerdə Allaha ibadət etmək olmaz, ancaq gələ gedəsən məbədə, kilsəyə. Bu hədis onların dediyin rədd eləyir ki, sən harada istəyirsən Allaha namaz qılıb ibadət eləyə bilərsən. Cavabımız nədir? Cavab budur ki, qardaşlar, ən aşağısı siz bunu qəbul eləyin ki, bu günləri Peyğəmbərimiz burada təkcə səzdəgah deməyib, pak edici deyib. Əgər yer kürəsində harda gəldi namaz qıla bilərsənsə, gərək harda gəldi də təyəmmüm eləyə biləsən, pak edici də olsun. Sən nə oldu? Səzdəgah deyəndə xalçaya gedirsən, palaza gedirsən, təyəmmüm deyəndə xalçanı qaldırsan, torpağa ələ vurursan. Niyə fərq qoydun? Niyə fərq qoydun? Peyğəmbər desəydi, yer mənim üçün səzdəgah qərar verildi, biz siz deyəni qəbul edə bilərdik. Harada istsən yerdə qal, namaz qıl. Amma Peyğəmbər əlavə deyib, yerin bir xüsusiyyəti də var. Mənim üçün pak edicidir. Pak edicini siz xalçaya eləmirsiniz, palaza eləmirsiniz. Palazı qalıqızıb altında olan torpağa eləyirsiniz. Amma səzdəyə çatanda deyirsiniz ki, elə əsas harada gəldi elə bilərsən. Əsas odur ki, yerdə olsun. Hər yerdə olsun. Aydın oldu qardaşlar. Deməli, sən ayırmamalısan səzdəgahla pak edicini. Əgər hər yerdə gəldi, dünyanın harasında istəyən namaz qılırsan, gərək dünyanın harasında istəyən sən təyəmmüm də eləyə biləsən. Dünyanın hər yerində olmur. Su, dünyanın bir yerində. Bir su olmasın, misal üçün, olsun palaz. Hər yerdə eləyirsiniz. Bəzi yerdə dəmir döşənir yerə. Eləyirsiniz? Yox. Deyirsiniz, torpağı olunmalıdır. Torpağı seçirsinizsə təyəmmümdə, gərək namazı da nəyi seçəsiniz? Torpağı seçəsiniz. Bu, qəbul olunmalıdır, məntiq var bunda. Bu bir mövzu. Necə ki, Əhl-i Sünnə alimindən də buna dəlil varımızdır. İkinci, Əhl-i Sünnənin alimi var. Cəssas adında məşhur adamdır. Onun ləqəbi Cəssas. Əhkamul Quran kitabında 2-ci cild 389-cu səhifədə cümləsi belədir. O şey ki, paçlığa kömək eləyir, paçlığı yaradır, o şey həm də səcdəgahdır. Yəni, sən paçlığı nə ilə götürürsən? Torpaqla. Gərək səcdəgahı da nə götürəsən? Torpaq götürəsən. Ayrı seçki gələkdir. Hətta Əhl-i Sünnə alimi Cəssas da bizim dediyimizi etiraf edir. Bu belə. Üçüncüsü, ən aşağısı. Sən bugün qəbul edirsən ki, yenə də ədalətlə. Harada istəsin namaz qıla bilərsən. Deyirsən, həm palaza, həm qeyri yerə. Yenə də məni ittiham eləmə. Sən palaza eləyirsən, mən torpaq eləm.
bizi yenə də ittiham elə bilməzsiniz ki, niyə, nə üçün siz torpağa səcdə demirsən, Peyğəmbər deyir ki, umum harda istəyirsən elə, xüsusi yer təyin eləməyib. Onda biz birimizi ittiham eləməyək. Siz harda gəldi, palaza qoyursunuzsa, Peyğəmbər deyib, harda gəldi qıla bilərsən, mən də harda gəldən biri torpağı da ora qoyuram. Ədalətlə deyə yox, qardaş. Bu da belə. Bu 2. İkinci etiraz budur ki, deyirlər ki, Peyğəmbər ki, buyurub, yer mənim üçün səzdəgah qərar verdi, demək istəyir. Sən səzdə gələndə alnını hara qoyarsan, yerə qoyarsan. Bu da gülməlidir. Səzdəni bütün müsəlmanlar, ixtilaf olmadan, sünni şiəsindən, məzhəbindən, təriqətindən asılı, hamısı deyib ki, səzdə 700-dən gedirsən, başını qoyursan hara? Yerə. Sanki sən Peyğəmbər bu hədisdən demək istəyir ki, səzdədə alnını yerə qoyarsan, əgər yer mən deyən yeri deyirsənsə, mən deyəni etmirsən. Mən deyəni demirsən, mən sana sual verirəm. Səzdə yeri olmasaydı, hara olardı? Havaya, üzr istəyirəm, 700-dən havaya. Necə olacaqdı? Əgər deyirsinizsə, səcdə məqsəd budur ki, alnını yerə qoyarsan da, yəni alnını yerə qoyma, hara qoyarsan? Üzr istəyirəm, onda belə 700-dən 6-sı belə deyəcək, alın belə qalacaqdı. Allah dedi ki, Peyğəmbər dedi ki, yanına inə, alnını inə. O cümlədən qərar verildi, cüilət, mənim üçün yer qərar verildi. Qardaş, Peyğəmbər deyib ki, mənim üçün xalça qərar verildi, parça qərar verildi. Mən bu sualları sizə verə bilərəm, gərək bu suallara aydınlıq gətirilsin. Bununla da söhbətimiz bitdi. Bir mövzumuz da lüğətlə bağlıdır. Bütün İslam dünyasında lüğət termin kitabları var. Bunu alimlər yazıblar, hətta İslam alimləri yazıblar. Qeyri-İslam alimlərin söhbət getmir. 2 əhl-i sünnənin böyük alimin mən misal çəkirəm. Onlar öz kitabında deyiblər ki, lüğətdə səcdə deyəndə onun tərifi belə gedir. Torpağa səcdə etmək. Nəyə səcdə etmək? Xalçaya yox. İbn Mənzur, Lisanul Ərəb, səcdə maddəsində. İbn Əsir, Ən-Nihayə kitabında, səcdə kəlməsində, maddəsində. Baxa bilərsiniz, səcədə yəscudu, yəni insan Allahın qabağında öz zəlilliyini, öz acizliyini, zəifliyini etiraf etmədən ötürü düşür torpağa. Əhl-i sünnə özüdür ki, səcdənin tərifi ki var kitablarda, lüğətdə, nədir o? İnsan gedək hara düşməlidir? Torpağa düşməlidir. Torpaq kəlməsini o deyiblər. Bu, əhl-i sünnənin öz etirafıdır. Bu da bizim ikinci bəhsimiz ki, Peyğəmbərin hədisi ilə bağlıdır.